Nuklein turşuları üzvü birləşmələr olub, onların monomerləri nukleotidlərdir. Nukleotidlər ümumi quruluşunu yazanda azot əsası, karbohidrat və turşu qalığı yazırıq. Bunlar isə nukleotidlər bir-birindən azot əsasına, karbohidratına və turşu qalığının sayına görə fərqlənə bilər. Belə ki, DNT və RNT-nin azot əsasları timin və urasilin olmasına görə bir-birindən fərqlənirsə, ATF-də yalnız adenin azot əsasının olmasına görə digərlərindən fərqlənir. Karbohidratları 5 əsaslı olub, dezoksiriboza və ribozadan təşkil olunub. DNT-də dezoksiriboza var, ribozadan bir dənə oksigeni çıxanda dezoksiriboza alınır. Quruluş baxımından fərqləri bundan ibarətdir. RNT və ATF-də isə karbohidratları riboza qalığından təşkil olunmuşdur. DNT və RNT-də turşu qalıqları bir ədəd ortofosfat turşusundan ibarət isə ATF-də 3 ədəd H3PO4 qalığından, yəni ortofosfat qalığından ibarətdir və 2 ədəd makroorganik rabitəsi var. Bunlarda necə birləşir? Mən bunu bir ortofosfat turşusu qəbul eləsəm, makroorganik rabitələri və onlar bir-birindən 3 dənə ortofosfat turşusu, amma 2 rabitə ilə birləşib. Daha sonra isə DNT və RNT arasında olan əsas fərqlərdən biri onların zəncirlərinin quruluşudur. DNT 2 zəncirdən ibarətdir və bu zəncirləri, bu cür təsəvvür etsək, onlar arasında hidrogen rabitələrinin olması, hidrogen rabitələri var və onların vasitəsilə bir-birinə birləşirlər. RNT-də isə bir zəncirlidir, hidrogen rabitəsi yoxdur. DNT-dən fərqli olan 3 növü var.